sənə? Gəl otur görüm danış. Ay qızım, nə olub sənə? Bu nə haldır? Əli səbəbsiz yerə məndən ayrılıb, telefonlarımı da açmır. Sən heç narahat olma qızım. Bu evə səndən başqa gəlin gələ bilməz. Mən qardaşımla danışaram. Bizim evin gəlini tək sən alacaqsan. Alo. Salam ana. Salam ana qurban. Ana, mən sevgilimi gətirirəm səndən bacılarından tanış eləməyə. Gətir oğlum, gətir. Gəlin. Yaxşı, sağ ol. Qızlar, iş sizə düşür. Hoş gəlmisən. Salam ana, necəsən? Yaxşı, çox sağ ol. Sən necəsən? Gəl qızım, xoş gəlmisən. Gəl otur. Bacılarım oradadır. Səma qonşudadır, Mələk də yatıb. Birazdan durar. Hə, yaxşı onda. Mən marketə dəyim gəlirəm, yaxşı? Rahat olma, get oğlum, get. Yaxşı. Qızım, mən həm Mələyi oyadım, həm də sənə çay gətirim gəlirəm, yaxşı? Xoş gəlmisən. Bu nə haldır? Maskadır da adam görməmsən. Gözdə bacımı çağırım gəlirəm. Allah, mən hara düşmüşəm? Mələk, bacı, dur. Bu evdə adam yaşayar. Əzizim, hara gedirsən bəs? Belə bacıları olan evdə adam yaşamaz. Mələk!